Cəlilabadda dəhşətli qətl hadisəsi baş verib. 14 və 15 yaşlı yeniyetmələr baltalanıb. Hadisəni törətməkdə onların əmiləri şübhəli bilinir. Qohumlardan biri olan Sakit Abbasov bildirib ki, hələ də hadisənin şokundadılar. Gedib gördük ki, əmisi uşaqları baltalayıb. Balta uşaqlardan birinin beyni istiqamətində vurulub və onun beyin hissəsi dağılıb. Qız dünyasını dəyişib. Baltalayan şəxsin də 2 uşağı var. Yeniyetmələrin digər qohumu olan Xalid Abbasov uşaqlara xəsarət yetirən əminin içki alüdəkisi olduğunu qeyd edib. Bir əmi öz qardaşı uşağına necə qıya bilər? Bu insana yaraşan bir şey deyil. Əmi yeni həbsdən çıxmışdı. Həmçinin içki içən şəxs idi. Hadisə vaxtı da içkili olub. Uşaqların hər ikisi də sahədə fəhləli ilə məşğul olublarmış. Ataları Dağıstanda qalırdı, anaları ilə bir yaşayırdılar. Cəlilabad rayon prokurorluğundan məlumat verilib bu barədə. İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və 2 şəxsi qəsdən öldürməyə cəhd etmə maddələri ilə cinayət işi başlanılıb. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.